forum keçirilib. Naxçıvan Dövlət Universitetinin və Azərbaycan Respublikasının Gənclər Fondunun tərəfdaşlığı, Gənclərin İnkişaf və Karyera Mərkəzinin təşkilatçılığı ilə keçirilən tədbirdə Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus Hüseyev ali təhsil müəssisəsində aparılan sosial layihələr, gənclərin şəxsi inkişafı, karyera planlaması istiqamətində keçirilən tədbirlər barədə məlumat verib. Gənclərin İnkişaf və Karyera Mərkəzinin baş direktoru Azər Əliyev sürətlə rəqəmsallaşan dünyada gənclərin peşəkar inkişafına dəstək göstərmək üçün təhsil və innovasiyanın vacibliyini vurğulayıb. Bildirilib ki, mərkəzin əsas prioritetləri gənclərin inkişafı üçün daha geniş imkanlar yaratmaq, yeni layihələrlə onların fəallığını artırmaq, beynəlxalq və yerli əməkdaşlıqların inkişaf etdirilməsi və texnologiya, təhsil, sahibkarlıq sahələrində yeni fəaliyyətləri həyata keçirməkdir. Forum Təhsil və İnnovasiya, gənclərin karyera inkişafında yeni perspektivlər adlı panel müzakirəsi ilə davam edib. Panel müzakirəsində spiker qismində Naxçıvan Muxtar Respublikasının Təhsil Naziri İlxan Nəcəfov, nazir vəzifələrini icra edənlər, Gənclər və İdman Nazirinin müavini Məcid Seyidov, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin müavini Fərid Bağırzadə və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirinin müavini Rahid Ələkbərli çıxış ediblər. Çıxışlarda təhsil və innovasiyanın gənclərin peşəkar inkişafındakı əhəmiyyəti qeyd edilib, həyata keçirilən layihələrin bu sahədə yaratdığı imkanlar diqqətə çatdırılıb. Forumun davamında gəncləri maraqlandıran suallar cavablandırılıb. Sonda Gənclərin İnkişaf və Karyera Mərkəzi tərəfindən rəsmilərə hədiyyələr təqdim olunub. Bu forumun nəticəsində kifayət qədər təcrübəli və öz sahəsində peşəkar olan spikerlərin iştirakından və gənclərin maraqlı suallarından interaktiv bir mühitdə həyata keçirilmiş oldu. Düşünürəm ki, belə forumlar mütləq şəkildə davamlı həyata keçirilməlidir. Tərlan İbrahimova, Asil Fətəliyev, NTV Xəbər.